Peygamber Allah Teala biz Ərəbləri götürüb əvəzinlə nə ilə əvəz eləyəcək? Biz Ərəblər kimdən əvəz olunacaq? Fədarəbə Rasulullah sallallahu aleyhi və alihi və səlləm əla mənkəbi Salman, minkəbi Salman, Salmanın çiyninə Peygamber vurdu və vurdu. Haza və qovmuhu. Bu və onun tayfası. Peygamber qeybdən xəbər verməyib. Ayə bizə qeybdən xəbər verməyib. Bu dinin qədrini Ərəblər bilmədi. Müsəlmanlar o zaman bilmədi. Allah Teala bugün bu dinin qeyrətini çəkməyə kimə verdi? Salmanın qövmünə. Fars söhbəti gedmir. Biz də Salmanlanıq. Salman da Əhl-i Beytdəndir. Əhl-i Beyt imamlarımız nə buyurur? Biz Əhl-i Beytdəndir. Biz də Salmanlanıq. İnşallah biz də Əhl-i Beytdənik və inşallah bir gündə o Salman İmam Zaman ağa ilə zuhur eləyəcək. Rəcət adında bizim əqidəmiz var. Salman qaydacaq. İmam Zamanla bir yerdə, yer üzərində İslamın, Quranın, haqqın, məzlumların bayrağı qalxacaq inşallah. Son. Unutmayın. Biz heç bir dövlətin tərəfdarı deyilik. İran elə bu Ərəblər kimi. Bugün İslamın yanındadır. Biz də İranı müdafiə edirik. Haqqın yanındayıq. Düzdür ya yox. Ərəblər necə səhv buraxdılar? Peyğəmbər buyurdu ayə əsasən. Allah sizin bu Ərəbləri əvəz eləyəcək Salmanın qövmü ilə. İran da bugün səhv eləsə, Allah onu başqası ilə əvəz eləyər. Bu Allahın vədəsidir. Unutmayın. Son. İran dünyada yeganə ölkədir ki, onun rəsmi dövlət qanununda, konstitusiyada, anayasada yazılır ki, bu ölkənin sahibi 12-ci İmam Mehdi əleyhissalamdır, yerində olan onun nümayəndəsidir. Bir gündə inşallah İmam Zaman ağa gələndən sonra o bayraq ona təhvil verilməlidir inşallah. Allah'ın verir Peygamber bunu pak Əhl-i Beytinə, Allah'ın verir Kərbala şəhidlərinə. Allah Teala bizi İmam Zaman ağanın xidmətçilərindən qərar versin.